Salam, hörmətli baxanlar. Bugün avqust ayının 14-ü 2024-cü il Marışlı kəndində bal yığımıdır. Bizim bu agronom Səringül müəllimə bu balın yığmağı ilə, onun təmizlənməyi ilə, daha doğrusu emal olunmağı ilə məşğuldur. Bax, gördüyünüz kimi çox gözəl bal yığılıb. Çox qəşəng belə bal boldur bu il. Çox boldur. Səringül xanım, necə fikirləşirsiniz bu günlər? Niyə görə bal bu illəri boldur? Çünki təbiətimiz bu illəri çox gözəl olub. Ona görə də bu illəri balımız çox gözəl, təmiz, şəffaf. Bu cür bal Keçən ilkindən bu il deyəsən çox olub. Bəli. Bu il həm şəffafdır, həm gözəldir. Evet. Çünki bu ən çox balın yaxşı, gözəl olması təbiətimizdən asılıdır. Bəli. Əgər təbiətdə havasat yaxşı, gözəl olarsa, deməli bütün məhsullar yaxşı olar. O cümlədən də bu arıların əziyyətlə zəhmət çəkib yığdıqları şirələr çox gözəl effekt verir. Bax, hörmətli baxanlar, bax gördüyünüz kimi çox gözəl bal var. Necə deyirlər? Əsli təbii baldır. Əsli təbii bal. %100. %100. Baxın. Bax, Necə gözəldir. %100. Baxın. Bax, bu gözəl bağda, baxın ay insanlar. Bu elə bir meşədir bu bağ. Baxın ətrafa. Elə bir bura meşədir. Meşənin içindən bu, daha doğrusu burada hər cür meyvələr var. Ətrafda deməli hər cür çiçəklər var, yonca sahələri var. Arılar gedir, daşıyır, gətirir. Bax, beləsinə bir bal yığma. Məhsul bol, hava təmiz, su təmiz, insanlar çox yaxşı. Xeyirli olsun. Səringül xanım, xeyirli olsun. Allah zəhməti 1-ə 1000 artırsın. Çox sağ olun. Sağ olun, gələn görüşlərə qədər. Salyanın Marışlı kəndi.